Kiçik bir addım belə səni böyük dəyişikliklərə gətirib çıxara bilər. Mükəmməl anı gözləmə. Çünki mükəmməl an elə indidir. Böyük dəyişikliklər üçün də heç vaxt böyük başlanğıclar lazım deyil. Sadəcə başla. İstəyirsən? Valla. Ayşə, sən nənəmi? Bura bax. Başla. Başqa çarən yoxdur, çünki başlamalısan. Başda əmin. Get işindən məşğul ol. Sabah başlayalım. Daha heç axudum yoxdur başlamaq. Allah, görən Instagramda nələr var. 4 minutes. 4 minutes late. Pizza's free. Come on, you guys live 2 towns away. It's pretty much impossible to. Savaşın telli sazda ruhani döndürmesin. Her oğlan işi değil ki. Özü yıkıla. Özü aile kurar. Ben adam değilim, ben insan değilim. Görəsən problem nədir? Ümumiyyətlə niyə başlaya bilmirəm? Görəsən başlamaq üçün hər şeyin mükəmməlinə ehtiyac var həqiqətən. Niyə də məsələn bu telefon özündən başlamıram ki? İndi böyük sosial media fenomenlərinin hamısı ilə kiçik şeylərlə başlayıb da. Güya mən bundan başlasam nə olacaq ki? Salamatlıdır başlayayım. Və Azad bayaqdan tanışırdıq özüyüz. Bundan başlayayım. Qismət olar daha yaxşı. Avadanlarla daha yaxşı videolar çəkərik. Salamat başlayalım. Salam əzizlər, xoş gördük sizi. Mənim adım Ülvi. Nəhayət ki buradayam, nəhayət ki YouTube'da ilk videomu çəkmək cəsarətində tükərdimiş bulunuram, şükür Allaha. Niyə bu qədər gec gəldim, niyə bu qədər YouTube kanalına gec açdım? Təbii ki bu əslində sizə o qədər də maraqlı deyil, amma yenə də deyim. Videonun əvvəlində də gördüyünüz kimi biraz özgüvən mi deyim, yoxsa bir şeyləri gecikdirmə problemi mi deyim, yaşayırdım. Buna görə çox təəssüf ki, biraz gecikdim, amma əsas oldu başladım. Özüm haqqında qısa bir məlumat verim. Biraz intervyu kimi oldu, amma heç nə olmaz. Qısa bir məlumat verim. 23 yaşım var, magistratura tələbəsiyəm. Həm Azərbaycan İdman Akademiyasının, həm də İngiltərənin Coventry şəhərində sport menecmenti üzrə təhsil alıram. Təbii ki, ağlınızda sual yarana bilər ki, necə olur eyni anda hər iki yerdə təhsil alırsan. Əslində bu biraz uzun məsələdir. Yəni istəsəz əgər bunun haqqında da ayrıca bir video da çəkə bilərəm. Amma ikili diplomla təhsil alıram. Dediyim kimi, əgər suallarınız olsa qeyd edə bilərsiniz və bu haqda əlavə məlumatlandırıcı videoda sizə çəkə bilərəm. Ümumi başqa, mən gündəlik həyatda deməyi, gülməyi, əylənməyi sevən biriyəm. Yəni həyat mənim üçün təkcə ciddiyyətdən ibarət deyil. Təbii ki, başa düşürəm, həyatda bəzi anlarda ciddi olmaq və o ciddiyyəti qorumaq lazımdır. Amma bütün həyatımı sırf bu ciddiyyətlə yaşayan adamlardan deyiləm. Mən elə düşünürəm ki, həyat bütün həyatınızı ciddi yaşamaq üçün o qədər uzun deyil. Düzdür, biraz cümlələri qarışdırıram. Normalda ümumiyyətlə belə danışan biri deyiləm. Amma ilk videoda üzürlü sayarsınız, ümid edirəm. Dediyim kimi, əsas məqsədim bu kanalda ən azından boş vaxtınız olanda sizin də izləyib əylənə biləcəyiniz və vaxtınızı dəyərləndirə biləcəyiniz, boş vaxtınızı deyim, boş vaxtınızı dəyərləndirə biləcəyiniz bir mühiti, bir ailə ortamını yaratmaqdır. Burada dediyim kimi, həm YouTube'da, həm Instagram'da, həm də TikTok'da maraqlı, əyləncəli kontentlər paylaşmağı planlaşdırıram. Əsasən, buradakı yaşam, burada mühit necədir, burada tələbələr necədir və Azərbaycanlı bir tələbə İngiltərədə necə yaşaya bilər,
gündəlik alış-verişləri, aylıq nə qədər xərci çıxa bilər, buradakı yataqxanalar, gəzməli yerlər. İnandırım sizi, mən bir ayda artıq buradayam və hələ ki tam olaraq çıxıb gəzmişəm deyə bilmirəm, çox təəssüf. Sözün düzü, bunun mənə görə bir səbəbi həm də YouTube kanalımı açmağımı gözləməyim idi. İstəyirdim ki, yeni yerləri sizinlə bir yerdə kəşf eləyim. Həm özüm öyrənim, həm sizlərə öyrədim. Yəni, bu mənim əsas qayələrimdən biri idi. Ümid edirəm ki, elə də olacaq. Sizinlə bir yerdə maraqlı yerləri kəşf eləyəcəyik. Sizin istədiyiniz və yaxud da hər hansısa bir yerdən görüb onu daha yaxşı incələməyimi istədiyiniz yerlər olarsa, böyük məmnuniyyətlə əgər alınırsa, imkan varsa və mənim qaldığım yerə nə qədər yaxın olsa o qədər mənim üçün üstündür təbii ki. Alınırsa, böyük məmnuniyyətdən həmin yerlərə gedib həmin yerləri kəşf eləyə bilərik bir yerdə. Daha sonra market qiymətlərinə baxa bilərik. Mənim həm qonşum, həm montajım, həm də yaxın dostum Azərbaycandakı qiymətləri göstərə bilər. Mən də eyni şəkildə buradakı qiymətləri göstərib, yəni belə müxtəlif market tipli videolar çəkmək olar. Təkcə market yox, ümumiyyətlə hər hansısa bir yeməkxanalar ola bilər və yaxud da fast food yerləri ola bilər. İndi bu təbii ki də kontentə görə dəyişəcək və əsasən də sizin istəklərinizə görə dəyişəcək. Yaxşı yadıma düşdü, istək demişkən bunu deyim. Çox xahiş edirəm, mənim üçün ən önəmli olan şey, mənim üçün ən önəmli olan şey sizin şərhlərinizdir. Hər üç platformada çox xahiş edirəm, mütləq şəkildə şərh yazın. Çünki mənim bayaq da dediyim kimi əsas məqsədim videoları sizin istəkləriniz üzərində hazırlamaqdır. Sizin marağınızda olan yerlərə getməkdir, sizi maraqlandıran yerləri gəzməkdir. Və siz əgər tam olaraq hara maraqlı olduğunu və ümumiyyətlə hansı tip videoların maraqlı olduğunu qeyd eləsəz, video həm sizin üçün maraqlı olacaq, həm də mənim üçün daha da məna kəsb edəcək. Çünki bilirəm ki, artıq siz nə istəyirsiniz, sizdə daha çox maraqlı olan nədir. Fikrimcə ilk video üçün özümü yetərincə tanıtdım. Dediyim kimi, nə sualınız varsa, nə kimi kontentlər görmək istəyirsinizsə, mütləq aşağıda göstərməyi unutmayın. Şərhlər bölməsində deməyi unutmayın. Və mən həm Instagram, həm də TikTok səhifəmi həm öz kanalımda paylaşmışam, həm də bu videonun altındakı rəylərə sabitləyəcəm. Əgər istəyirsinizsə, mümkündürsə, orada takip atmanızı sizdən xahiş edirəm. Əlimi bura qoymuşam deyə, belə olanda avtomatik olaraq ayrı düşür. Belə eləyim. Nəysə, belə də düz olmur. Siz başa düşdünüz ümumiyyətlə mənim nə istədiyimi. İnşallah ki, yerinə yetirərsiniz. Biraz yalvarıram kimi çıxdı, nəysə. Ümumiyyətlə, gündəlik olaraq çalışdığım qədər vlog çəkəcəm və gündəlik həyatımı sizlərlə bölüşəcəm. Həm 1 dəqiqəlik Reels videoları tərzində, həm də ümumiyyətlə YouTube'da 10 dəqiqəlik, 15 dəqiqəlik, təbii ki, sizin istəklərinizi nəzərə alaraq bu dəyişəcək. Və yenidən sizin istəklərinizi nəzərə alaraq onu da bildirmək istəyirəm ki, əgər istəsəniz videoları çalışdığım qədər ən tez 3 gündən bir və yaxud da 3 gündən bir tez gələ bilər, maraqlı olmaya bilər. Bir həftə ərzində ümumi elədiklərimi yığıb böyük bir video, məsələn, yarım saat, 40 dəqiqəlik videolar da düzəltmək olar. Yenə də bu bunu sizə buraxıram. İnşallah ki, rəylərdə fikirlərinizi bildirməyi unutmazsınız. Təşəkkür edirəm, çox sağ olun. Gələn görüşdənədək bu dəfə 100% gedim. Mən kiməm, sən bilən, belə ki məntiqə, sığan cavablar əntiqə. Necə ki, eyni yerdə bir də atın